Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ucarda vəhşi heyvan sakinlərə hücum edib xəsarət alanlar var. Xəbər verilir ki, hadisə rayonun Rəstəci kəndindən baş verib. Kənd sakini 1954-cü il təvəllüdlü Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan Güləndam Məmmədovanın köməyinə gələn qonşusu 1959-cu il təvəllüdlü Musa Həsənov, həyat yoldaşı 61-ci il təvəllüdlü Fatma Həsənov da xəsarət alıblar. Bir nəfər şəxsin barmağı amputasiya olunub. Ucar rayon mərkəzi xəstəxanasından sorğuya cavab olaraq bildirilib ki, 3 nəfər, biri kişi, 2 qadın Ucar rayon mərkəzi xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım bölməsindən çaqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.